Salam əziz tələbələr, bugün sizlərlə sahə perimetri mövzusunun ikinci səviyyəsini çəkəcəyik. Deməli, ikinci səviyyə birinci sualda biz ilk növbədə bunu bildiyimiz fiqurlara bölməliyik və bildiyimiz fiqurlara böləndə ən yaxşısı düzbucaqlıya bölməkdir. Deməli, düzbucaqlıya böldüyümüz halda buradakı 5 paralel olaraq keçir bura və burada 15 olduğu üçün 15-dən 5-i çıxıram, bura qalır 10. Və 2 dənə fiqurun ayrı-ayrılıqda sahəsini hesablayıb toplayırıq. 5-i 14-ə vururam. Buraya 70, onu vururam 6-ya. Burada eləyir 60. Və 60 ilə 70-i toplayıram, cavabım eləyir 130. Ayrı-ayrılıqda sahələri tapdım və topladım. Növbəti sualımız ikinci sual. İkinci sualda bizə perimetri istəyir. Deməli, necə eləyirik? İlk növbədə baxsaq, bu hissəni və bu hissəni toplayanda bizə nə edir? Deməli, bu hissəni paralel şəkildə sağ tərəfə sürüşdürsək, bura tamamlanır. Diqqətlə görürük biz bunu. Bura tamamlanırsa, deməli, bu 3 hissənin cəmi elə mənə soldakı 15 rəqəmini verir. 10 paralel qarşı tərəfə köçür, 5 paralel yuxarı köçür. Bunları da cəmləyirəm. Buranı tapdım artıq, bura mənə ehtiyac deyil. Yerdə qalanları toplayıram. 10, 25, 35, 40, 45. Yerdə qalanlar da 45 ədəd. Bu qırmızı ilə işarələtliyim də 15. 45 ilə 15-in cəmi nə edir? 60. Yəni, bu hissələri birləşdirmək məcburi şəkildə lazımdır ki, sən görəsən ki, onların cəmi 15 edir. Növbəti sualımız üçüncü sual. Üçüncü sualda deyir, aşağıdakı fiqurun sahəsi neçə santimetrdir? Əgər mən bu fiquru kvadratda tamamlasam, bu formada, bizdən boz hissənin sahəsini istəyir, düzdürmü? Mən ümumi sahəni hesablayıram. Qırmızı ilə çəkdiyim kvadratın sahəsini. 10 vurulsun 15. Bu eləyir 150. Və həmçinin mən buradakı ağ sahəni oradan çıxsam, boz sahəni taparam. Bu da 3 vurulsun 5-dir də 15. 150-dən 15 çıxıram. Nə qədər eləyir? 135. Yəni 135 boz sahədir. 15 də buradır. İkisini cəmləyəndə mənə böyük qırmızı ilə çəkdiyim kvadratın sahəsini verir. Cavabım olur 135. Növbəti sualım dördüncü sual. Dördüncü sualda da bildiyim fiqurları ayırıram mən. İlk növbədə düzbucaqlı üçbucaqla düzbucaqlıyı ayırıram. Aha, yuxarıdakı 4 paralel olaraq aşağı köçür. Ondan 4 çıxanda sağ tərəfdə qalır 6. Və ümumi uzunluq burada 12-dir. Burada da deməli 12 olmalıdır. 12-dən də 6 çıxanda bura qalır 6. 2 dənə ayrı fiqurun sahəsini hesablayıram. 4 vurulsun 12. Bu eləyir 48. 6 vurulsun 6, 36 və 36-nı 2-yə böləndə bu eləyir 18. 48 ilə 18-in cəmi eləyir 66. Cavabım olur Y variantı. Növbəti sualım 5-ci sual. 5-ci sualda da yenə düzbucaqlı üçbucaqlara bölürəm. Bu hissəni ayırdım. Bu hissəni ayırıram və bu hissəni ayırıram. Paralel köçən rəqəmləri tez köçürürəm. 6 bu hissəyə köçür, 10 yuxarı köçür və bir-bir fiqurlarımı hesablayıram. 10 vur 6. Ortadakı düzbucaqlı 60 edir. 6 vur 8. 48. Düzbucaqlığını da hesablayanda 2-yə bölməliyim. 24. Yenə 6 vur 8. 48. Yenə 2-yə bölməliyəm. 24. Və 10 vur 6, 60. Onu da 2-yə bölməliyəm. Çünki bu üçbucaqdır. Düzbucaqlı üçbucaq. 60-ı bölürəm 2-yə, bu deyir 30. 30, 24, 24, 60. Bunların cəmini toplamalıyam. Bu deyir 138. Növbəti sualım 6-cı sual. 6-cı sualda mənə tam içəridəki kvadrat verilib. Hansı ki bu verilib? Buna baxaq. Mənə yəni bu hissə verilibdir. Və bunun iç tərəfi verilibdir. Gördüyünüz bu hissə. Və burada yazıb 6. Əgər mən bu fiqurun bu hissəsini yuxarıya doğru atsam, burada 6-dır bu arada. Yuxarıya doğru atsam 6 avtomatik keçir bura. Və burada 6, burada 6, burada 6 olduğu üçün, yəni bu kvadratdır da, hər tərəfi bərabərdir. Ona görə hamısı bərabər olur. 6 olduğu üçün 6 burada keçir, burada keçir, burada keçir, burada keçir, burada keçir, burada keçir, burada keçir.
Yəni, ümumilikdə böyük kvadratın tərəfi neçə olur? Böyük kvadratın tərəfi olur 12. Və məndən deyir ki, kənarı açıldıqda alınan fiqurun sahəsini tapın. Yəni, böyük kvadratın sahəsini tapın. Böyük kvadratın tərəfi 12-dirsə, o zaman onun sahəsi nə qədərdir? 12-nin kvadratı. 12-nin də kvadratı edir 144. Cavabım olur D variantı. Növbəti sualım 7-ci sual. 7-ci suala baxsam, 7-ci sual necə həll olunur? İlk növbədə burada böyük kvadratın sahəsini tapmaq lazımdır. Deyir, ən böyük kvadratın tərəfi 16 sm olarsa. Böyük kvadratın tərəfi 16-dırsa, deməli bunun sahəsi 16 vur 16-dır. Yəni 256. Ah, kiçiyin sahəsini tapın deyir. Hansı ki, bunun sahəsini istəyir məndən. Bunun sahəsini necə tapırıq? Baxırıq ki, bu özündən böyük neçə dənə kvadratın içindədir. Baxın, özündən böyük 1, 2 dənə kvadratın içindədir. Özündən böyük neçə dənə kvadratın içindədirsə, onların sayı qədər 2-də 1-ə vurur. Bax, burada 2 dənədir. Ona görə 2 dənə 2-də 1-ə vuracam. Vurulsun 2-də 1, vurulsun 2-də 1. Bu 4-də 1 eləyir təbii ki. 4 ilə 256 ixtisar edir, qalır 64. Ortadakı fiqurun sahəsi 64. Növbəti sualımızda yenə böyük fiqurun sahəsini tapırıq. Böyük fiqurun bu dəfə tərəfini verib 64. Deməli, bunun sahəsi olacaq 64 vurulsun 64. Aha, kiçik fiqur. İndi özündən böyük neçə dənə fiqurun içindədir? 1, 2, 3, 4, 5. Deməli, 5 dəfə 2-də 1-ə vuracam. 5 dəfə 2-də 1-ə vursam, 5 dəfə 2-də 1-in neçə eləyir? 32-də 1. 5 dəfə 2-də 1-ə vur. 64 ilə 32 gedir. Burada 2 qalır. 64 də 2-yə vuranda 128 edir. Növbəti sualımız 9-cu sual. 9-cu sualda deyir ki, bu fiqur bərabər kvadratlardan ibarətdir və fiqurun sahəsini tapır. Hamısı bərabər kvadratlardırsa, mən birinin sahəsini tapıb sayına vura bilərəm də, çünki hamısı eyni donsuz. Tərəfi 2x-dirsə və kvadratdırsa, deməli, bunun sahəsi 2x-in kvadratı olacaq. Yəni, 2x vurulsun 2x. Bu deyilir 4x-in kvadratı. Deməli, hər bir fiqur 4x-in kvadratıdır. Deməli, bu da 4x-in kvadratıdır, bu da 4x-in kvadratıdır. Hamısı eynidir. Gəlin sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 dənədir. 11-i vururam 4x-in kvadratını. Bu deyilir 44x-in kvadratı. Cavabım olur C variantı. Növbəti sualımız 10-cu sual. 10-cu suala baxsaq, 10-cu sualda da eyni fiqur verilibdir, təxmini. Və bizdən nə istəyir? Bizdən bu dəfə perimetr istəyir. Perimetr yalnız tərəflərin cəmidir, amma çöldəkilərin cəmi. Əgər mən saysam ki, çöldə neçə dənə tərəf var, o zaman mən bunun perimetrini nə etmiş oluram? Tapmış olurum. Və bunu gəlin bir-bir sayaq. İlk növbədə mən çöl hissəni qırmızı xətlədim ki, yəni biz nəyi hesablamalıyıq? Yalnız çöldə qalan hissəni hesablamalıyıq. Artıq içdəki tərəfləri hesablamağa ehtiyac yoxdur. Gəlin buna baxaq. Deməli, nə qədərdir? Saylarına baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18 dənə. 18 dənə çöldə qalan tərəf var. Və bir tərəf də nədir? 3 saat. Deməli, 3 anı vuracam 18-ə. Bu deyilir 54-a. Elə bir çöl hissədə 18 dənə 3 var və mən onların nəyini tapıram? Ümumi nəyə bərabər olduğunu. Perimetr, yəni ümumi çöldə qalan hissələrin, yəni kənar hissələrin cəmidir. Növbəti sualımız 11-ci sual. 11-ci sualda bizdən istəyir sahəni. Biz burada sahəni taparkən ilk növbədə fiquru bildiyimiz hissələrə ayırırıq. Fiquru bildiyimiz hissələrə ayıraq. Sonra paralel köçürmə vasitəsilə biz bütün fiqurların tərəflərini köçürəcəyik və hesablayacaq. Deməli, ilk növbədə köçürək. Deməli, bu A buradırsa, burada A. İlk növbədə, bax, bunun yarısına çəksəm mən, burada A olacaq. Görürsünüz, bax, bunu çəksəm, buradan qırıq-qırıq xətlə, bura A qalırsa, deməli, burada A qalır da, bu A olur, bu hissə. Bu tərəf A olur.
Bunları görürsünüz 3 dənə bərabər hissə ayırmışam. Deməli burada A'dır, burada A'dır, burada A'dır. Və buradan görsəndiyi kimi bunların hamısı nədir? A'dır. Burada A'dır, təbii ki, burada. Tamam, gördüyünüz kimi bura A'dır. 2A. Burada A'dır. 2A ilə A-nı birləşdirəndə yuxarı nə gedir? 3A gedir. Və buradan da paralel olaraq 2A keçir sağ tərəf. Artıq hesablamamızı apara bilərik. Deməli, burada 2A vurulsun 2A. Bu eləyir 4A'nın kvadratı. A vurulsun A. Bu eləyir A'nın kvadratı. A vurulsun A. Bu eləyir A'nın kvadratı. Ondan sonra bax bunun uzunluğu 1A, 2A, 3A vurulsun A. Bu eləyir 3A'nın kvadratı. Bu A vurulsun A, A'nın kvadratı. A vurulsun A, A'nın kvadratı. Bu artıq olan A'ları buradan silsək yaxşıdır. Və 3A vurulsun 2A. Bu deyilir 6A'nın kvadratı. İndi sadəcə bunları nə etməliyəm? Bunları cəmləməliyəm, tapdığım hissələri. Deməli, 4, 5, 6, 9, 10, 11, 17 A-nın kvadratı edir ümumilikdə bunun sahəsi. Növbəti sualımız 12-ci sual. 12-ci sualda da deməli bizdən nə istəyir? Perimetr. Sadəcə yazılmayan hissələri yazırıq. Deməli, bax, bura A-dırsa, burada A-dır, burada A-dır, burada A-dır. Bu arada, çünki bunu yarıya bölünəm elə bil. Buradakı A paralel köçür bura. Burada A olur. Buradakı A paralel köçür bura. Bayaq yuxarıda tapmışdıq əslində. 2A buradır. A da bura. Deməli, yuxarı 3A'dır. Sol tərəfdən paralel olaraq 2A həm bura köçür, həm bura köçür, həm də bura köçür. Və bir də bura A. Yazılmayan hissələrin hər birini yazdıq. İndi isə onları cəmləməliyik. İndi isə cəmləyək. Deməli, 2A, 4A, 5A, 6A, 7, 8, 9, 10, 13, 14, 16, 18, 21, 23, 24, 26, 27, 28, 29, 30. Deməli, burada nə qədər imiş? 30 aymış bu perimetr. Gördünüz, ancaq çöldə qalan hissələri hesabladım. Baxsaz 2, 4, 5, 6, 7, 8, 9, 10, 13, 14, 16, 18, 21, 23, 24, 26, 27, 28, 29, 30. 30 A. Bunun nə idi? Perimetridir. Deməli, yazılmayan hissələri yazdım və daha sonra hamısını nə etdim? Topladım. Çünki perimetr nədir? Kənarların cəminə bərabər. Növbəti sualım 13-cü sual. 13-cü sualda da bizdən sahəni istəyir. Yenə bildiyimiz fiqurlara ayırırıq bunu. Buradan belə ayıraq, buradan belə ayıraq. Hamısını kvadrat və nəyə ayırırıq? Düzbucaqlıya. Buradan bu formada, buradan bu formada, buradan da bu formada ayıraq. Deməli, indi nələri bilməliyik? Buranı bilsək yaxşı olar. Bura K-dır, burada K-dır. Burada K-dır, burada K-dır. Bura düşür 2K. Və gördüyünüz kimi 3-dən bir dənə K ayırmışam. Deməli, onda bura qalır 2K. Və hündürlük də 2K, bir də bu 3K-dır. Hündürlüyü 3K-dır. Həm də 2K yuxarı paralel köçür onsuz. Bunun da tərəfləri K ilə K-dır. Burada K-dır, burada K-dır. Bunun da hündürlüyü yenə bax 2K, bu da K, 3K-dır. Yuxarısı da K-dır. Hesablayaq. K vurulsun K. Bu K kvadrat eləyir. Hündürlüyü 3K-dır. Daha doğrusu uzunluğu 3K-dır. Eni K-dır. Bu eləyir 3K-nın kvadratı. Bunun uzunluğu 3K-dır. Eni 2K-dır. Bu eləyir 6K-nın kvadratı. Bu K vurulsun K-dır. K kvadrat eləyir. Bu da 2K'nın 2K'yadır. Bu deyilir 4K'nın kvadratı. 2K'nı 2K'ya vururam təbii ki. Bu da K vurulsun K'dır. K kvadrat eləyir. Bu da K vurulsun K'dır. Bu da K kvadrat eləyir. Artıq çöl hissədə yazıldığım K'lar mənə lazım deyil. Bu da K'nın kvadrat eləyir. Kvadrat da yazaq. Deməli, indi sadəcə toplamalıyıq. 1, 4, 10, 11,
15, 16, 17 K-nın kvadratı. Cavabım olur A variantı. Növbəti sualım 14-cü sual. 14-cü sualda perimetr istəyir. Yəni yazılmayan hissələri yazaq. Bura K yazılmayıb. Burada K yazılmayıb. Bura 2K yazılmalıdır. Dediyim kimi hardan gəlir o? 1K buradan paralel köçür yuxarı. Gördüyünüz kimi 1K da buradan köçür yuxarı. Olur 2K. Ah, sağ tərəf olur K. Aşağı da olur K. Yuxarıdan düşür. Burada olur K. Burada olur K. Ha, yazılmayan başqa hissə varmı? Bir də bura var. Burada olur K. Təbii ki, buradan köçür. Gəlir bura. Bu da olur K. İndi hamısını toplamalıyıq. 2, 3, 4, 6. Hə, buranı yazmamışıq. Görürsünüz. K. 7. Deməli. 9, 11, 13, 14, 15, 16, 17, 18, 19, 20, 22, 23, 26, 27, 28 K bunun nə idi? Perimetridir. A. Növbəti sualımız 15-ci sual. Sual 15. Sual 15-də hansı formada həll eləməliyik? Deməli, ilk növbədə diqqətlə baxsaq, bu hissənin, bu hissənin, bir də bu hissənin cəmi nəyə bərabərdir? Bu üçünün cəmi diqqətlə baxsaq 15-dir. Çünki birləşdirəndə həqiqətən də nəyə tuş gəlir? 15-ə tuş gəlir. 15. Və digər bir hissə də var ki, o da 15-ə bərabərdir. Hansı ki, o da aşağıdadır. Bu hissənin, bu hissənin, bu hissənin və bu hissənin birləşməsi, bir də bu hissənin birləşməsi. Bu 5-nin birləşməsi də 15 əmələ gətirir. Bax, bu düz xətti buradan çəksəm, davam elədim, gəldim burada bitirdim. Ondan sonra bu xəttdən başlayıram. Çəkirəm, düz. O bitdi, aşağıdakı xəttdən başlayıram. Düz çəkirəm və gəlirəm, görürsünüz, burada bitirirəm. Bu dümdüz 15-dir. Sadəcə birləşdirməliyəm o 5 xətti. Aha, 15 yazıram. İndi digər bir tərəfdən buradan deməli bu xətt, bu xətt, bir də bu xətt. Bu üçünün cəmi mənə nəyi verir? Təbii ki, 12-ni verir. 12-ni yazdım. Digər tərəfdən də eyni hissələr ayıram. Bu xətt, bu xətt, bir də bu xətt. Yenə mənə nəyi verir? Yenə mənə 12-ni verir. Yenə 12-ni qeyd edirəm. Bir dənə qaldı bu hissələr. Deməli, bu hissələrdən biri də 3-dür. Paralel şəkildə 3 burada köçür. 2 dənə 3-üm var əlimdə. Bu da eləyir nə? 6. Deməli, bunları cəmləyirəm. Eləyir 30, 42, 54, 60. 60A bunun nə idi? Perimetridir. Növbəti sualımız 16-cı sual. 16-cı sualda da bizdən perimetri istəyir. İlk növbədə baxsaq, bu hissəni, bu hissəni, bu hissəni və bu hissəni birləşdirəndə bizə nəyi verir? Bu 4 hissəni birləşdirəndə bizə 10A verir. Niyə? Çünki yuxarıdakı 1A paralel köçür bura və burada qalır 10A. Və bu 4 xətti birləşdirəndə yuxarıdakı xəttə bərabər olur. Diqqətlə çəksən, baxın, aşağıdakı xətt, sonra buradakı xəttlə davam edirəm və sonra buradakı xəttlə davam. Gördünüz, yuxarıdakı xəttə bərabər, paralel. Və deməli, bu 4-ünü birləşdirəndə mənə nəyi verir? 10A verir. 10A. Təbii ki, burada A-dır. Bu hissəni sildim, bu hissəni qaytaraq yerinə, çünki oranı hesablamış. Burada A-dır. Sonra nəyə baxmalıyıq? İlk növbədə bax, buranı mən çəksəm, bu 2A köçür bura. 1A da buradan bura köçür. Deməli, bu ikisinin birləşməsi 1A, 2A. İkisi birləşir neçə A əmələ gətirir? 3A əmələ gətirir. Deməli, bura 3A-dır.
Həmçinin mən bunu belə tamamlasam, bu hissəni, buradakı A paralel şəkildə bura köçür. Mən bilirəm ki, bu hissə ilə bu hissə bir-birinə nədir? Bərabər. 5A-dırsa, burada A-dırsa, bura neçə qalır? Təbii ki, 4A qalır. 5A-dan A-nı çıxıram və 4A-nı yazıram ora. Geriyə sadəcə qalanını toplamaq qaldı. Təbii ki, 10A əlimizdə var artıq. 5, 6, 7, 10, 12, 13, 17 və 11 də bu. Bu eləyir nə qədər? 28A. Və üstünə də gəlirəm 10A-nı. 28A-nın üstünə 10A gələndə eləyir. Nə qədər? 38A. Bunun perimetri 38A-dır. Növbəti sualım 17-ci sual. 17-ci sualda deməli. İlk növbədə bu hissəyə baxıram. 1, 2, 3, 4, 5. Bu 5 dənəni birləşəndə mənə 20K verir. 20K verir. Rahat bir şəkildə görsənir. Yuxarıdan başlasaq, birinci xətti çəkdim. Bu ikinci xətt. Sonra bax üçüncü xəttdən başlayıram. Bu üçüncü xətt. Sonra dördüncü xəttdən başlayıram və son olaraq beşinci. 5 xəttin birləşməsi nə verir mənə? 20K-nı verir. 20K-nı yazdım mən sağ kənara. Həmçinin burada da həmin xəttlər var. 1, 2, 3, 4, 5. Bir dənə də 20K mənə bu verir. Bir dənə də 20K mənə bu verir. Bu hissələri yazdım. Yerdə qaldı bunlar. 4K paralel bura köçür. 6K paralel yuxarı köçür. 2K yuxarıdan aşağı düşür. Bu 2K yuxarı qalxır. 6K paralel aşağı düşür. 4K paralel aşağı düşür. Bir dənə bunları toplamaq qaldı. Deməli, bunlar eləyir 8. Bu 2K da aşağı düşür bu arada. Bu eləyir 10. Bu eləyir 20, 24, 30, 34, 40, 42, 48, 50, 52K. 52K-da budur. Bunları da cəmləyəndə nə qədər eləyir? 92K. Cavabım olur Y variantı. Növbəti sualım 18-ci sual. 18-ci sualdır. 18-ci sualda diqqətlə baxsaq, bu kənarlardakı 4 dənə düzbucaqlı üçbucaq bir-birinə bərabər. Yəni birini tapsam, hamısını taparam. Hamısının tərəfi 2K-nın 2K-yadır. Bu da 2K-nın 2K-yadır. Bu da. Deməli necə tapırdıq? 2K-nı vururduq 2K-ya. 2K vurulsun 2K, bölünsün nəyə? 2. Buradan da 2'lər gedir, qalır 2K-nın kvadratı. Bu deməli 2K-nın kvadratıdır. Bu da 2K-nın kvadratıdır. Bu da 2K-nın kvadratıdır. Bu da 2K-nın kvadratıdır. Və son olaraq içəridəki qaldı. İçəridəkini də tapırdıq. Ümumi böyük kvadratın sahəsi, yəni 4K vurulsun 4K. Bu eləyir 16K-nın kvadratı. Vururduq. Həmin fiqur neçə dənə özündən böyük fiqurun içindədirsə, onların sayı qədər 2-də 1-ə. Deməli, 1, 2, 3 dənə özündən böyük kvadratın içindədir. Deməli, 3 dənə 2-də 1-ə vuracam. 3 dənə 2-də 1-i də bir-birinə vuranda 8-də 1 eləyir. 8 ilə 16 ixtisar gedir, qalır 2. 2K-nın kvadratı. Bu da 2K-nın kvadratı. Deməli, 2, 4, 6, 8, 10. 10K-nın kvadratı bunun nə idi? Qaralanmış hissənin, yəni rənglənmiş hissənin sahəsi. Növbəti sualımız 19-cu sual. 19-cu sualda deməli bizdən mərkəzdəki hovuzun sahəsini istəyir və 16 metr və 14 metr uzunluğunda olan həyəti veribdir mənə və müəyyən məsafələr veribdir. Baxsaq, deməli. Bax, mən buradan düz xətt çəksəm, buradan da düz xətt çəksəm, bu formada, mən bilirəm ki, bu 4 paralel şəkildə bura köçür, bu 4 də paralel şəkildə bura köçür. Və ikisi bir yerdə 8 edir. Ümumi uzunluqda nədir? 14. 14-dən 8-i çıxanda nə qalır? 6. Deməli, orta 6-dır. Həmin orta ilə hovuzun kənarına bərabər deyilmi?
Təbii ki, bərabər. Deməli, bunun bir tərəfi 6 imiş. Digər tərəfini də tapanda yuxarıya doğru düz xətt çəkirəm və paralel köçürdürəm. Düz xətti çəksəm, buradan da düz xətti çəksəm, gördüyünüz kimi 4 paralel şəkildə bura köçür, 8 də paralel şəkildə bura köçür. 8 ilə 4 12 edir və ümumi uzunluq 16-dır. 16-dan 12 çıxanda deməli burada 4 qalır. Deməli bu hovuzun bu tərəfi də 4-dür. Hovuzun bir tərəfi 4-dür, bir tərəfi 6-dır. Bir tərəfi 4, bir tərəfi 6-dırsa, onda ümumi sahəsi nə qədərdir? 6 vur 4. 24 metr kvadratı. Cavabım olur A variantı. Növbəti sualım 20-ci sualdır. 20-ci sualda mənə deyir ki, fiqurun sahəsi 132 metr kvadrat. Mən fiquru yenə bildiyim hissələrə ayırsam, ilk növbədə bu formada və bu formada ayırsaq, tutaq ki, aha, 8 gəlir bura. Bura deməli düşür 4. Burada düşür 8. Deməli burada düşür 4. Aha, ümumi fiqurun sahəsini verir. 8 vur 8 64 budur. 4 vur 8 32 budur. Cəmi neçə edir? 96. 132-dən mən çıxıram 132-dən. 96. Yerdə qalır nə qədər? 36. Deməli, buranın sahəsi nə qədər olmalı? 36 olmalıdır ki, həqiqətən də bunları toplayanda 132 eləsin. Və mən bunun enini bilirəm. Eni 4 plus 5, 9. Amma daha doğrusu uzunluğu bilirəm. Uzunu 9-dur, eni yox. Enini bilmirəm. Uzunu 9-dur, enini bilmirəm. Eninə də x yazılır. 9 vurulsun x. Bərabərdir nəyə? Təbii ki, 36-ya. Bu zaman buradan x nəyə bərabər olur? X təbii ki, bərabər olur 4. Deməli, x 4 olsa, bunun həqiqətən də bu verilən fiqurun sahəsi 132 olacaq. Cavabımız olur, baxaq, B variantı. Növbəti sualımız 21-ci sual. 21-ci sualda bizdə böyük kvadratın bizə sahəsini verib. Kvadratın sahəsi deyir 56-dır. Kvadratın perimetrini verib daha doğrusu. Kvadratın perimetri 56-dırsa, mən bilirəm ki, perimetr 4 tərəfin cəmidir. Onda 56-nı bölürəm 4-ə. Hərəsinə 14 düşür. Burada 14-dür, burada 14-dür, burada 14-dür, burada 14-dür. Və məndən çevrənin radiusu neçə santimetrdir deyir. Mən əgər çevrənin mərkəzindən belə bir xətt keçirsəm, bu olur diametr. Və mənim diametrim nəyə bərabər olur? Kvadratın tərəfinə. 14. Aha, indi radiusu tapmaq üçün diametri nə etməliyəm? Təbii ki, diametri bölməliyəm 2-yə. 14-ü bölürəm 2-yə, eləyir 7. Bu da radiusu mənə verir. Aha, növbəti sualım 22-ci sual. 22-ci sualda da eyni formada həll edirik. Yenə bu dəfə sahəsini verib. Sahəsi 64-dürsə bunun tərəfi deməli 8-dir. Tərəfi 8-dir, bunu bildik. Mərkəzdən biz diametr keçirsək, deməli həmin diametr də 8 olacaq. Yəni D bərabərdir 8 olacaq. Deməli 2 dənə radius bərabərdir 8, radius bərabərdir 4. Radiusun mən 4 olduğunu tapdım. Radius 4-dürsə, artıq çevrənin sahəsini tapmaq asandır. Və pi-ni də 3 verməyib. Adi pi ilə yazacağam. Deməli, 4-ün kvadratı vurulsun pi. Bu deyil nə qədər? 16 pi. Cavabım olur A variantı. Növbəti sualımız 23-cü sual. 23-cü sualda yenə bizə verib radiusu. Aha, və kvadratın sahəsini soruşur. ABCD kvadratının. Əgər mən bir dənə belə radius çəksəm, bir dənə də buradan radius çəksəm, bunlar birləşir. Və buradan da bir dənə belə çəksəm, diametri də deyə bilərik, 2 dənə radius da deyə bilərik. Deməli, burada 3 olur, burada 3 olur və 3, 3, 3, 3. Bu 3-lərin cəmi neçə edir? 12. 12 bunun ümumi uzunluğu olur. Bu xəttin uzunluğu ümumi 12 olur. Və bu xəttdə A və B arasındakı məsafəyə bərabər. Deməli, bura 12-dir. Burada 3 olur, burada 3 olur. Çünki radius bilirsiniz də, mərkəzdən tərəfə doğru çəkilən istənilən xətt radiusdur. Və radiusların hamısı bir-birinə bərabərdir. Burada 3-dür, burada 3-dürsə, 3-dən 3-ün cəmi 6-dır. Bu xəttin uzunluğu da ümumi nə qədər edir? 6.
Deməli 6 da A ilə D-nin uzunluğuna bərabərdir. 6. Deməli mən kvadratın həm enini tapdım radiuslara əsasən, həm də uzun. O 6-nı da vururam 12-yə. Bu da nə qədər eləyir? 72. Sahəni tapmaq üçün A-nı B-yə vurmaq lazımdır. Cavabım olur Y variantı.